İnsan orqanizmasının ən böyük siniri oturaq sinirdir. Əgər o sinir sıxılarsa, qıcıqlanarsa, iltihablaşarsa, kliniki bir vəziyyət yaradır. Bu vəziyyətin adı işaz sindromudur. Baxın, bel fəqər arası disk yırtıqları çox zaman səbəb olur onun yaranmasına. L4, L5, L5, S1 fəqərələri, osteoxondroz, travmalar, armudvari əzələnin sindromu və s. çox patologiyalar qoşula bilərdi bunun yaranması üçün. Pasiyenti narahat edən nə olur? Beldə yaranan ağrılar arxa səhhti ilə baldıra qədər davam edir. İynələnmə, yanma hissi, pasiyentdə hərəkət məhdudiyyəti yaranır, ayağın altını hiss eləmir, zəifləyir və s. Bunun müalicəsi var mənim əzizlərim. Əgər müalicə olunmazsa, atrofiya, ciddi bir proseslərdə ayaq əzələlərin kütləsinin itirməsinə gətirib çıxara bilər. Çalışın ki, həkimə müraciət edin və zamanında müalicə edin.